Salam qızlar, Novxandan video paylaşıram. Mütləq sona qədər izləyin və siz də qonaq olmaq istəyirsinizsə, aşağıda qeyd etdiyim nömrəyə rezerv etdirə bilərsiniz. İçərisi çox super səliqəli, remontlu və eyni zamanda təmizdir. Bugün sizə kirayə evdən olan təcrübələrimi paylaşacağam. Artıq bir neçə gündür ki, vermişik demək olar. Yəni təcrübə toplanıbdır. Nəyi düz etmişik, nəyi səhv etmişik, indi sizə onlardan danışacağam. Mən keçən dəfə video paylaşanda qızların çoxu yazmışdı ki, pastellər mütləq ağ bağ olmalıdır. Ancaq sizə onu deyim ki, qəti şəkildə ağ pastel yaxşı məsləhət deyil. Əgər məndən sonra kimsə nəsə bu işlə məşğul olacaqsa, ağ əvəzinə boz rəngdə pastel istifadə edə bilərsiniz. Çünki mənim ağ pastellərim var və yuxarıda onu sərəndə mən hiss elədim ki, tük yığır. Dəhşətli dərəcədə çox tük olur, toz olur, nə olsa üzərində izi qalır. Gələn qonaqlar da maksimum şəkildə rahat istirahət etmək istədikləri üçün corabları, paltarları, hər şey yəqin ki, ortalıqda olur. Onlarda da nə qədər toz, tük var, hamısı yapışır pastelin üstünə. Sonra onu yusan da yenə də üzərində xırda tüklər qalır və onu çırpırsan, təmizləyirsən, ta ki onu tam təmiz istədiyin hala gətirincə xeyli əziyyət çəkirsən. Ona görə də məndən olsa pastellərin rəngi boz rəngi olar və yaxud da normal adi rəngli pastellərdə istifadə etmək olar. Biz burada pərdə asırıq. Neçə gündür ki, pərdəni almışdıq, ancaq asacaq yox idi deyə asa bilmirdik. Axır ki, gəlmişik, pərdələrimizi də asaq. Bir də ki, mən vurduğum pərdə rəngli pərdədir, ancaq tüldür. Yəni tülün altından günlük də vurmaq olar. İstəsəniz belə sadə tül də saxlaya bilərsiniz. Mən yayda inşallah günlük də taxacam, ancaq hələ ki, sadə şəkildə də qalmağı yaxşıdır, pis deyildi. Yəni görüntüsü mənim xoşuma gəldi. Metrəsini almışdıq 4 manat. Biz Sədərəydən almışdıq, ona görə belə ucuz almışdıq. Yəni sizə deyim ki, Sədərəydə ümumiyyətlə pərdə yerləri falan çox ucuz olur. Sumqayıtda isə nə isə almaq istəyəndə 5 qat qiymət qoyurlar üstünə. Bu kurçokları isə Sumqayıtda yerləşən Göyçay marketdən almışdıq. Pərdəni alanda yadımıza düşmədi ki, kurçok da almaq lazımdır. Təəssüflər olsun, sonradan bunu hiss etdik. Təmiz, yuyulmuş, ütülənmiş vəziyyətdə və asmaq lazım idi. Yoldaşımın boyu uzundur, ona görə gətirdi ki, o assın yerinə, sağ olsun, o da mənə kömək elədi, asdı. Burada isə evimizə yeni müştəri gəlirdi və həyat yoldaşım sağ olsun müştəriyə söz vermişdi ki, sizin üçün kolonka tapacam, ancaq bu düzgün qərar deyildi. Sadəcə ilk müştəri idi deyə biz də daha çox incitmədik müştərilərimizi, ona görə də getdik daimgildən kolonka götürməyə və getmişkən əli boş da getmək istədik. Biraz bazarlıq etdik. Əslində daimgilə getməyə çoxdan planlayırdıq. Sadəcə heç cürə vaxt çatdıra bilmirdik. Nəhayət ki, bu günləri araya salıb onu da həll etməli olduq. Lazım olanları götürüb qayıtdıq Novxanaya. Burada da həmin o şikayət etdiyim balış üzlərinin üzərində olan etiketi qopardıram. Bunları yeni almışdım. Mənim özümdə olan ağ balış üzlərinin üzərində güpür var idi. Və o güpürləri heç sevmədiyim üçün onları çıxartdım. Dedim ki, üzəri təmiz, səliqəli, başqa bir pastellər pastel deyəndə, yəni balış üzlərindən istifadə edeyim. Yeni almışdım və üzərindəki etiketləri də qopartdım. Sonra isə gedək yuxarıda onu düzənləyək. Yuxarıda da şarlar düzmüşük. Bu sevgililər günü ilə əlaqəli idi. İlk müştərimiz olduğu üçün daha da belə həvəslə, özənlə hazırlaşırdıq və başladım bu çixolplastinanı ütüləməyə. Onu deyim ki, biz hər müştəri çıxıb girdikcə yeniləyirik bütün çixolplastinaları və hər biri ütülü olur. Sizə onu deyim ki, yəni 12-də çıxan müştərinin arxasıca girən müştəri artıq tamamilə təmiz, səliqəli çixolplastinadan istifadə edir və bu çox xoşbəxt edir məni. Həqiqətən də deyirəm ki, gələnlər heç vaxt narazı getməsin. Birinci fikirləşirdim ki, balış üzlərinin çixolplastinasını hamısını tikdirərəm. Ancaq sonra baxdım ki, yox, tikdirmək mümkün deyil. Çünki vaxt yoxdur. Burada da balış üzünü saldım və Toğrul'la söhbət edirəm. Çünki Toğrul sağ olsun deyir, ana gəlin mən də sənə kömək eləyim. Hər dəfə də bu sözü deyir, amma hər dəfə də daha çox incidir. Bu köhnə balış üzüdür. Görürsünüz ki, iki tərəfdən də çıxıntısı var və bu insanı narahat eləyir, sanki içərisindən çıxacaqmış kimi. Sonra isə gündəlik həyatımdan bir hissə paylaşıram sizə. İşdən gəlmişəm və işdən aldıqlarımı paylaşıram. Burada üzüm almışdım. Toğrul üzümü çox sevir ümumiyyətlə. Meyvə nə qədər yesə, o qədər keyfiyyətli həyat sürmüş olar deyə düşünürəm və kök də almışam. Əslində kökü heç sevmir, ancaq almışam ki, bəlkə yeməyi öyrənəm. Bu isə hazır xəngəldir. Hazır xəngəldə mənim əlimdən çox tutur, çünki axşam işdən evə gələndə yemək bişirməyə qəti vaxtım olmur. Bunlar da mənim işimi rahatlaşdırır. Və belə bir rozmarin yağı almışam. Bunu iş yoldaşımdan aldım ki, saçlarımın dibinə çəkim və saçlarım bəlkə biraz artar. Belə bir tapçıq almışam. Bilirsiniz ki, mənim
mənim videolarda ən çox şikayət elədiyim tapçıqa idi ki, yaxşı tapçıqam yoxdur. Bunu da münasib qiymətə almışam deyə aldım. Çox pul vermək istəmirdim. Bu ev məsələsinə görə biraz qrisalıq eləyirəm açığı. Çünki evə çox xərcimiz çıxır deyə fikirləşirəm ki, başqa lazımsız şeylərə çox pul xərcləməyim. Bu da yun corab idi. Ayaqlarım üşüməsin deyə almışam. Çünki bilirsiniz ki, neçə gündür xəstələnmişəm. Bu da pastellərim idi. Artıq onları sərmişəm. Sadəcə sərməmişdən əvvəl sizə göstərmişdim. Sonra isə ağ mayka almışam özümə. Ümumiyyətlə hər dəfə mağazada mayka, corab, belə məhsulları almağı çox xoşlayıram. Hər dəfə lazım olur həqiqətən də. Bilmirəm sizdə belədir yoxsa yox. Kişmiş almışam. İşdə atışdırmalıq heç nəyim yox idi deyə çalışıram ki, maksimum kişmiş istifadə eləyim və gələk çıxaq 14 fevral hədiyyəmə. Açığı bu hədiyyəni yoldaşım almayıbdı. Özüm almışam. Sadəcə olaraq paylaşım etmək üçün dedim ki, elə sizinlə də bölüşüm. Düzdür, bunu qısa video şəklində də paylaşmışdım. Ancaq düşünürəm ki, görməyənlər ola bilər. Ona görə də belə uzun formada da paylaşdım. İndi sizə bu məhsul haqqında danışacağam. Məhsul özü çox keyfiyyətli məhsuldur. Mən ümumiyyətlə Berlikin avadanlıqlarını çox sevirəm. Həqiqətən də çox keyfiyyətli çıxır məhsulları. Bu da polsiləndir. Mənim polsilənim xarab olub. Çünki novxanda istifadə elədi həyat yoldaşım. Bu da çox funksiyalıdır. Yəni təmiz su ilə çirkli suyu biri-birindən ayırır. Bu baxımdan mən çox sevirəm onu. İndi isə baxaq görək çubuqları. Çubuqları da uzundur. Bunun ən çox sevdiyim tərəfi təmiz su ilə çirkli suyu biri-birindən ayırmağıdır. Çünki mənim əvvəl istifadə elədiyimdə elə deyildi. Və onu da deyim ki, başlıqlarını belə dəyişmək də olur, adına razıdır. Yəni mənə 2 dənəsi göndərilib üstündə. Mən istifadə elədikcə artıq biləcəm ki, bu mənim işimə yaradı, yoxsa yox. Ancaq istifadə eləyənlər deyir ki, çox materialı yaxşıdır, keyfiyyətlidir, yəni işimizə yarayar deyə düşünürəm. Düzdür, mən digər işlətdiyimin ağzındakı iplər belə qarışıq iplərdir, ancaq bununkündə başqa cürdür. Üstəgəl digərində yapışqanlı deyildi, bunda isə yapışqanlıdır. Bu da fərqli bir modeldir. İndi yoxladıqca sizə deyəcəm ki, necədir, yaxşı alındı, yoxsa yox. Ancaq Faberlik məhsullarını çox təriflədikləri üçün ümid edirəm ki, yaxşı olacaq. İçərisindən də belə bir kitabçası çıxdı. İstənilən vaxt içərisinə baxmaq olur. Nə bala, çıxmışıq hara? Tapçıda baxdan atama hədiyyə yemək istəyirəm. Bəli, ataya hədiyyə almağa çıxmışıq. Görək nə tapırıq. Şimdi hardan tapacağını bilmirik. Nə ala bilərik səncə? Səncə, bilmirəm mən. Gəl görək maşın üçün şeydə nə var. Gəl irşada baxaq. Gəl arxaya. Dostlar, biz bunu açırıq. Axşamda işdən gəlmişik. Torun bəy bizə qulluq eləməyə çalışır. Bəli. Çünki atam buna aid. Boş-boşuna şey ayırdı. İndi aç görünə açırsan. Görsən aça bilmirsən. Ona görə deyirəm ki, qoy qalsın, mən açaram. Aç desən. Qoy qalsın, açacam. Nəsə qalsın. Dəfəs dostlar, yaxşısınız. Nə edirsiniz? Biz restoranda yiyək. Yeməyimizin gəldi, mən də altından alıram. Deyirsiniz dostlar. Deməm. Sakın da. Olur. Aziz, soyuq. Bunu beğendi, bak beğendi. Ama beğendi. Adamaya olsun. Adamaya olsun. Yıkatıp. Saçını doğru. Gerçekten. Sağ ol. Torun bəy. Yeməyi bəyəndiniz. Ben ağzına öyle mutlu. İndi acından memnun deyir. Yeməmizi yedik tutardık. Fevralı bir yerdə qeyd elədik və sonra isə müştərimiz evdən biraz tez çıxdığı üçün təkrarən qayıtdıq Novxanaya. Əslində 14 fevralda rezerv olduğu üçün fikirləşirdik ki, yəqin biz gedə bilməyəcəyik, ancaq qismətə bax ki, müştərimiz biraz tez çıxdı, biz də gedib istirahət elədik. Gedəndə özümüz üçün xeyli atışdırmalıq almışdıq. Bütün atışdırmalıqları açdım. Toğrul yatdığı üçün rahat şəkildə yedik, içdik, biraz da dincəldik. Sonra isə müştərilərin tökdüklərini yığdıq. Sabahsı gün oldu və yenə də sabahsı gündə təmizlik elədim xeyli. Ondan da sonra durub yığışdıq, gəldik evimizə.
Evə gəlməmiş sizin üçün buxarın videosunu çəkmişdim ki, baxasınız necə gözəl, isti, təmiz bir hovuzumuz var. Burada isə Toğrul öz ampulasındadır, mahnı qoşub oynayır. Videomuz telifə düşməsin deyə mən bu mahnının səsini azaltmışam. Həmişəki kimi Toğrul telefonumu götürəndə heç demir ki, Ayana video çəkirəm. Heç olmasa mən də ona uyğun hərəkət eləyim. Bu öz keyfindədir. Mən də məcburən da ona uyğun videonu tənzimləməyə çalışıram. Özdə nə tər eləyirsə təkcə də başı düşür. Normal bir video da çəkmir ki, bunu paylaşasam, bir maraqlı video alınsın. Hər açılıb neynirik? Toğrul bəyin Nazı ilə oynayırıq ki, pultu versin bizə. Çay süfrəmiz yenə hazır, yeməyə heç şeyimiz yoxdur. Ona görə də çay içib gedirik evimizə. Ondan sonra sen ben bu yemeği tutandan sonra ondan sonra telefonu versen Sonra evə gidirik ya baba. yok onda Paltarlarımızı falan yığdıq, Unvaniqanı. Unvaniqda deyirəm maşına. Hamısı gözləyir. Gedim evdə onları yuyum. Və bu da mənim dəcəl oğlumdur. Verirəm, bir başına dönüm, verirəm. Bir burnunu dartacam bu dəqiq Allah'a. dağıtın ya. Çevrək görə komedixananın təzə bölümü çıxıb. Çıkmıyor ama. Yanına çıkıp diyorsan. Elindəki kemer olayım. Çıxıbdır. Bəli, komedixananı qoşuruq. Bu bazar səhərinin dadını çıxartmağa çalışırıq. İçemem çay. İstedim. Süz nəlbəki soysun. Yok. Bu da evimizdən qısa bir vlogdur. Bunu da yenə səhər üçün hazırlamışdım. Elə belə çəkmişəm və iş yoldaşımdan sumka zakaz eləmişdim. Sağ olsun, o da gətirib çıxardıb. Dedim elə gəlmişkən sizinlə bir yerdə bunu da açaq, baxaq görək necədir. Pinkonun sumkasıdır və belə qəşəng balaca sumkadır. Düzdür, mən bunu biraz böyük təsəvvür eləyirdim. Biraz balaca çıxdı, ancaq belə yenə də qəşəng sumkadır. Yəni materialı elədir ki, çox yumuşaq, qəşəng material olduğu üçün toylara falan taxmağı düşünürəm. Yəqin ki, ancaq elə istifadə eləyə bilərəm. Çünki sumkanın həcmi balacadır, içərisində çox şey yerləşmir. Bu isə iş günüdür və mağazaya getmişəm. İşdən mağazada nələr almışam, gəlin onlara baxaq. Nəm salfetka bunu ev üçün almışam, çünki evdə də qurtarmışdı. Dedim alım, evə apararam. Ümumiyyətlə günün çox hissəsi işdə keçdiyi üçün maksimum çalışıram ki, işə də lazım olanlardan alım. Bu salfetkaları mən çox sevirəm. Rəngi ağappaqdır deyə rahat istifadə eləmək olur çöldə də. Eyni ilə orada bir dənə balaca nəm salfetka almışam. Bunu da yenə işdə istifadə edib tozları almaq üçün və yenə görək başqa nələr almışam. Bu isə yediyim qutabın kağızı idi deyəsən, ona görə atdım. Kaşlyokum, əlavədə olaraq çek kağızı və ekstra olaraq belə bir süzgəc almışam. Bunu isə ət çəkəndə yox, daha doğrusu ət bişirəndə kəhvini almaq üçün istifadə eləyəcəm. Çünki mənimki çox böyük idi, rahat olmurdu. Qaşığın da deşikləri böyük olduğuna suyu axıb gedirdi. Və burada ekstradan aldıqlarım var, bunlara da baxaq. Sponge dəstə almışam, mən çox istifadə edirəm və kirləndikcə atmağa meyllənmişəm, çünki istəmirəm saxlayım. Bu sponge dəstimi inşallah evdə daha dəqiq göstərəcəkdim deyə düşünürdüm. Və xurma almışam, çoxdan da xurma yemirəm. Xurma da mənim sevdiklərim sırasındadır, çünki həqiqətən də sağlamdır. Və badam almışam, badamı da yenə Toğrul sevir bizdə. Toğrulun sevdiyi məhsullar çox azdır. Bir dənə də belə bir saqqız almışam, sonra da çek. Və gələ görək nənəmgilə gəlmişəm. Daha doğrusu anamgilə gəlmişəm. Nənəm mənim üçün dolma bükür. Dedim ki, onun da mini bir videosunu çəkim sizlər üçün. Nə istəyirsiniz xanım? Dərman? Allah səbəb salsın. Məncir mürəbbəm xarlanmışdı və məcburən onu yeniləməliydim. Onu əlavə elədim bir qabın belə qazanın içərisinə. Üzərinə su əlavə elədim və xeyli qarışdırdım. Sonra da qoydum bişməyə. Belə bu hala gəlibdi və xarlanmasından heç bir şey qalmayıbdı. Yəni çox yaxşı vəziyyətdədir deyə düşünürəm. Rəngin tündlüyünə baxmayın, çünki oje əvvəldən tündləşmişdi. Bankalar da belə təmiz yuyulubdu. Bankalar ümumiyyətlə sterilizə olunub qabiyanın içərisində. Yəni orada daha yaxşı təmizlənir deyə düşündüm. Və birinci bunları əlavə edeyim. Yəni belə deyim də doldurum bankalarına, bu qazanı boşaldım. Sonra isə o qazanda işim olacaq. Qabyan mənim əlimdən o qədər tutulmarsız. Yəni bildiyin evdə mənim bütün işlərimi qabyan görür deyərdim. Çünki həqiqətən də
Mənim evdə çox işim olur. Ekstra da qab yumağa sərf eləyəndə vaxtımı heç cürə vaxtım qalmır. İndi isə bismillah eləyək, əlavə eləyək, başlayaq bunu belə yavaş-yavaş tökəcəm.